Salam hörmətli izləyicilərimiz, xoş gördük sizləri. Bugün Masazır qəsəbəsində gözəl şəxsi həyət evimizdən sizin qarşınızdayıq. Evimiz Masazır qəsəbəsi 5 nömrəli məktəbə yaxın ərazidə yerləşir. 3 sot torpaq sahəsində 4 otaqlı şəxsi tikili kupçalı həyət evi. Evin texniki pasportu kupçası var, ipotekaya yararlı vəziyyətdədir. Super, özü üçün tikilmiş ev, monolit beton, keyfiyyətli formada, aynəbənd də var. Görürsünüz, burada çardaq eləyib ev sahibi özü üçün. Həyətində bağ-bağat, meyvə ağacı, bura besetka üçün nəzərdə tutulub. Kim istəsə alsa, besetkada qura bilər rahatlıqla burada. Bax, belə bir yerdir. Qəşəng bağı, bağatı, həyətin gecə işıqlanmasını görürsünüz. Qəşəng, super, bahalı şam ağacı neçə min manat bunun qiyməti var. Bir özel bir nüansı sizlərə xatırladım. Evin bu həyətinin qranit daşı kvadratı 200 manatdan alınıb, vurulub. Bura hardasa 50-60 kvadrata yaxındır. Bahalı, təbii mərmərdir bu. Evin üz görünüşü, qapısı bax, belə bir evdir. İsti, soyuq, kombisi, isti suyu, qaz, işıq, su, internet, telefon, bütün kommunal xətləri var. Bu əlavə olaraq burada qaz balonu qoyub, qaz kəsilərsə ehtiyat üçün istifadə eləmək. Bu evin kotelli sistemidir. 2 ədəd kombisi var. Bu biri evin isinməsi üçün, biri isə hamam, əl yumaq üçün isti su. Boiler sistemi, qazanxana sistemidir. Burada boiler də var, yəni istəsə olmarsa buradan istifadə eləmək olur. Kotelli, mini kotelli formasında qazanxana şəklində inşa olunubdur. Həyətin sanitar qovşağı 2 kvadrat yarım, həm yuyulmaq üçün, həm sanitar qovşaqdan istifadə etmək üçün yararlıdır. Tam şəxsi mülkiyyət, şəxsi tikili evində torpağında çıxarışı kupçası var, ipotekaya yararlı. Qiymət isə 185 min manatdan satışa çıxıb. Real müştərilərə təbii ki endirim olunacaq. İndi isə evin daxili hissəsinə keçək, sizlər üçün göstərim. Evin içərisinə daxili hissəsinə keçdik. Evimiz parket döşəməli, qranit mərmərdən əldə olunmuş pilləkan, birinci və ikinci mərtəbə ayrıca monolit beton. Burada kiçik sahə var. İstirahət otağı kimi, bax, girişimiz bu formadadır. Evin salon hissəsinə keçək. Qapılarımız çox bahalı qapıdır, hörmətli izləyicilərimiz, çox. Yəni, əl işidir hamısı. Evimizin salon hissəsi 32 kvadrat, böyük, qəşəng, işıqlı, böyük pəncərələrə malik. Evimiz əşyalı da, əşyasız da satıla bilər. Evimiz tam şəxsi mülkiyyət, şəxsi tikili. Öz sahibi tərəfindən tikilib. Sayrışan, sönüb yanan sayrışan gizli işıqlar da var. Buradan zirzəmiyə keçid də var, hörmətli izləyicilərimiz. Qəşəng, super ev. Birinci mərtəbədə mətbəx, salon, sanitar qovşaq yerləşir. Bu isə evin sanitar qovşaq hissəsi. Burada hamam otağı ilə sanitar qovşaq hissə ayrıdır. Bu 2 kvadratlıq sanitar qovşaq hissəmiz. Bu isə 2-nin 3 yarım olan 7 kvadrat hamam otağımız və döşəmədən isitmə, bahalı aksesuarlar və ən önəmlisi masaj duş sistemi, qəşəng formada, super, gözəl. İndi isə ikinci mərtəbəyə qalxaq. Otaqlarla sizə tanış edim. İkinci mərtəbədə 3 yataq otağı, 1 sanitar qovşaq var. Pəncərənin işıqlanması üçün ayna. İkinci mərtəbəyə daxil olduq. Sanitar qovşaqlardan başlayayım sizin üçün. Burada da 7 kvadratlıq sanitar qovşaq hissəmiz, həm hamam otağımız masaj vannası ilə təmin olunub. Döşəməsi, isitmə, qəşəng divar kafelləri, moydadırımız hamısı dizayna uyğun şəkildə təmir olunub. Evimizin isitmə sistemi kombi. İkinci mərtəbədə parket. 12 kvadratlıq, 14 kvadratlıq uşaq yataq otağımız qəşəng formada.
Bir daha xatırladım, evimiz 160 kvadrat yaşayış sahəsindən ibarətdir və evində, torpağında çıxarışı kupçası, texniki pasportu var. İkinci mərtəbə, birinci mərtəbə hamısı döşəməsi parketdir. 18 kvadratlıq yataq otağımız. Evimiz əşyalı da, əşyasız da satıla bilər. Evin start qiyməti 185 min manat. Real müştərilərə təbii ki, qiymətdə indirim olunacaq. Evimiz ipotekaya tam yararlıdır. Bu da 18 kvadratlıq digər bir yataq otağımız. Buradan balkona çıxışımız var. Bu isə burada əlavə olaraq aynəbənd yaradılıb burada istirahət eləmək üçün. Bax, belə bir yer. Qaz, su, işıq, mərkəzi kanalizasiya, telefon, internet, bütün kommunal xəttlər bu evdə mövcuddur. Qiymət 185 min manat, real müştərilərə indirim olunacaq. 4 otaqlı 160 kvadrat yaşayış sahəsi. Monolit beton evimiz. 2 ilə 1-in arası. İndi isə mətbəxi sizlərə təqdim edim. Evimizin mətbəxinə daxil olduq. 16 kvadrat sahəsi var. Qəşəng mərmər tipli mebelimiz, mətbəx mebelimiz. Bax, bu cür evdə görürsünüz. 24 saat müşahidə etmək üçün mühafizə kameralarımız var. 16 kvadrat mətbəxin eni uzun var. Mətbəx mebeli, kombi, kondisioner var 2 ədəd. Onlar qiymətə daxil qalacaq. Digər əşyalar isə kim istəsə ev sahibi ilə razılığa gələ bilər. Qəşəng mətbəximiz. Buyurun hörmətli izləyicilər, söz sizdə. Evin qiyməti 185 min manat, 3 sotda 160 kvadrat yaşayış sahəsi. Texniki pasport kupça var, ipoteka yararlı. Diqqətinizə və izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.